Yay olanda ifunət iyindən, zibilliyin ifunət iyindən burada durmaq mümkün deyil. Kanalizasiyanın iyindən durmaq mümkün deyil. Bərdə şəhərində şəhid ailələri və əlillər üçün nəzərdə tutulmuş yaşayış binasında ciddi kanalizasiya problemi yaşanır. Kanal 21-ə müraciət edən bina sakinləri bildirirlər ki, kanalizasiya sistemində yaranmış nasazlıq onların gündəlik həyatını dözülməz vəziyyətə salıb. Sakinlərin sözlərinə görə binada yayılan kəskin üfunətin səbəbindən evdə oturmaq demək olar ki, mümkünsüzdür. Onlar xüsusilə qeyd edirlər ki, yağışlı havalarda vəziyyət daha da ağırlaşıb. Belə ki, kanalizasiya suları geri vuraraq birbaşa mənzillərə dolur. Sakinlər bildirirlər ki, aldıqları sosial müavinət yalnız dərman və gündəlik dolanışıq xərclərinə güclə çatır. Maddi imkanları olmadığından kanalizasiya xəttinin təmiri üçün öz hesablarına hər hansı iş gördürə bilmirlər. Buna görə də problemin həlli üçün aidiyyəti qurumlara müraciət etdiklərini deyirlər. Daha ətraflı vətəndaşların öz dilindən dinləyək. Bizim problemimiz kanalizasiya problemidir. 2007-ci ildə bizim bu bina istifadəyə verilir. O vaxtdan bəri son axırıncı illərdir ki, kanalizasiya problemi yaşanır. Yağış yağanda gölməçədən evə girmək olmur. Kanalizasiya daşanda evimizə girmək olmur. İfunət iyi gəlir. Çox bərbad vəziyyətdədir. Çox xahiş edirəm. Hörmətli prezidentimiz İlham Əliyevdən, onun birinci xanımı Mehriban xanımdan xahiş edirəm. Bizim bu xahişimizi nəzərə alsın, bizim problemlərimizi həll eləsinlər. Çox xahiş edirəm. Bir şəhid ailəsi kimi, Qarabağ qaziləri adından, şəhid ailələri adından xahiş edirəm. Yay olanda ifunət iyindən, zibilliyin ifunət iyindən burada durmaq mümkün deyil. Kanalizasiyanın iyindən durmaq mümkün deyil. Sizdən çox xahiş edirik. Bizim bu binanın qabağının vəziyyəti bərbad gündədir. Kanalizasiya xəttləri, durbaları pis gündədir. 3 gündən bir, 4 gündən bir çəkilsə də kanalizasiya xeyr eləmir. Daşır. Gecə məktəbdən uşağı gətiririk, məktəbə aparıb, məktəbə gətirib görməklərin əlindən binaya keçə bilmirik. Padval ifunət vəziyyətindədir. Xahiş edirik cənab prezidentdən, vitse-prezident Mehriban xanımdan xahiş edirik. Bizim bu dərdimizə bir dərman tapsın, çarə tapsınlar. Yuxarı orqanlara tapşırıq versinlər, bura bir cürəsin. Zibilxana oradan vəziyyətdədir. Yığılsa da Mişolun əlindən, Solun əlindən aləm dəyək bir-birinə. Bizim evimizdə də körpə uşaqlar var. Xahiş edirik, bura bir çarə qılsın, bura bir dərdiz tapılsın. Binanın qarşısı bərbad vəziyyətdədir. Maşınların hamısı gələndə 6 yerlə sürünür. Gələn qonaqlar da hamı şikayətçidir. Şəhid ailəsiniz. Veteranında niyə bu gündə yaşayırsınız? Binanızın qarşısı niyə bu gündədir? Veteranlar pulu alır ancaq dava dərmana bilmirlər, verələr, bilmirlər, yolu düzəldələr. Xahiş eləyirik, nəzərə alınsın. Sonda Kanal 21 olaraq onu da bildirək ki, səsləndirilən fikirlərə görə heç bir məsuliyyət daşımırıq və qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq. Kanal olaraq ictimailəşdirmək bizim işimizdir, tədbir görmək və ümid isə aidiyyəti qurumlara və Allaha qalır.